Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi dünyasını dəyişib. Məlumata görə 2005-ci il təvəllüdlü Qəşəm Aliyev oktyabrın 19-da vəfat edib. Hazırda gənc tələbənin ölüm səbəbi açıqlanmayıb. Məlumat üçün bildirilib ki, Qəşəm Aliyevin atası da 2 il əvvəl dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbr diləyirik. Sabunçuda 45 yaşlı kişi qətlə yetirilib. Xəbər verilir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 16 yaşlı yeniyetmənin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinin əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsilə cinayət işi başına alıb. Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.